Səhih nəzər budur ki, Həzrət Əleyhissalam bu Cəməl müharibəsi 7 gün davam çəkib, amma əsas o mübarizə və vuruş bir neçə saat olub, amma o demək deyil ki, bir həftə ərzində toqquşma olmayıb, toqquşma olub, hətta şəhid də verib Həzrət Əleyhissalam qoşulub, qarşı tərəfdən də ola bilsin, yaralanan falan olsun. Ordusunun da sayı yazırlar ki, təqribən 16 min nəfərə qədər bu rəqəmi deyirlər. Bu arada çox iki dənə maraqlı hadisə olur. Maraqlı hadisələrdən biri bu olur ki, Əhnəf öz tayfası ilə bir yerdə mülhəq olur, qoşulur Həzrət Əleyhissalam tərəfə. Və burada da Kəb adında bir şəxs olur. Bu da özü və tayfası, bu iki tayfaya demək olar ki, nəzarət edir. Həm öz tayfasının Əzədi ya Əzdi tayfasıdır və Bəsrədə olan Yəmənlilər, Bəsrədə yaşayan Yəmənlilərə də bu nəzarət edirdi. Sanki başçıları bu idi. Bu keçmək istəyir Həzrət Əli əleyhissalam tərəfə. Bu xəbər təlhiyə çatır və təlhiyə çatandan sonra bunlar narahat olurlar, gəlirlər, danışırlar bu şəxslə. Bu şəxs deyir ki, xeyr, mən Əli əleyhissalam tərəfə getmək istəyirəm. Mənim heç bir faydam yoxdur bu döyüşdə. Mənim nə faydam olacaq? Görürlər bu zərər bizdən müvazindir, üzbəüz olur bu zərərlə. Artıq Peyğəmbərin xanımı Ayşədən istifadə edirlər. Peyğəmbərin xanımı Ayşə gəlir bundan söhbət eləyir. Söhbət eləyən zaman yenə də narazı olur, deyir, mən getmək istəyirəm. Axır ki, Peyğəmbərin xanımı Ayşə bu şəxsi qane edir ki, bizimlə olasan. Onun da bəziləri deyirlər ki, ağlayır Peyğəmbərin xanımı Ayşə və buna dilində behişti zəmanət edir. Sən istəmirsən bizdə behiştə daxil olasan. Bu şəxs bir anlıqda belə deyək, allanır, yenə də keçir Təlhə və Zübeyrin tərəfinə. Bu insan əvvəlcə də seçimi düz olur, amma şeytan insana hücum eləyir və müəyyən emosiyalar bəzi vaxtlarda insana o haqdan döndərir. Haqq məntiqlə ölçülür həmişə, haqq əqllə ölçülür. Haqqı bundan ölçmürlər ki, mənə faydası var, dünyama ya xeyr. Haqqı emosiya ilə ölçmürlər ki, mən sizi çox istəyirəm deyin, bəs deməli siz haqsız. Sizi müdafiə edim, xeyr. Əgər çox istədiyimiz bir şəxs nahaq da olsa etiraf edib, onun günahı var, səhvdir. Aydın, səhv bir yoldadır. Bu mənim qəbiləmin başçısıdır deyin. Məsələn, onu müdafiə edin, baxmayaraq ki, bu batildir, xeyr. Amma tarix boyu və bu zamanımızda da bəzən insanların ayağı sürüşən məqamlardan biri budur ki, bu şəxslər onlardandır.